Daha sonra 30-cu suala gəlin nəzər yetirək. 30-cu sual olduqca maraqlı sualdır. Ona görə diqqətli olun. Tünd qara hərflərlə verilmiş söz əsasında deyir ki, cədvəli tamamlayın və verilmiş sözümüz xam sözüdür. Xam sözü burada pambığa, yəni pambıq bitkisinə aid edilib. Deməli, xam sözünü buradan yazırıq. Dəyərli şagirdlər, xam sözü bir çox mənada istifadə oluna bilər. Bunu nəzərdə tutmaq lazımdır. Belə ki, xam sözünü siz hal-hazırda gördüyünüz variantda xam pambıq mənasında bitki haqqında belə işlətmisiniz. Yəni, təmizlənməmiş, tam hazır vəziyyətə gətirilməmiş bir bitki olaraq. Yəni, qısaca təmizlənməmiş yaza bilərsiniz. Bu mənim fikrimdir. Onlar meyar olaraq veriblər, məsələn, nə veriblər bir baxaq. Aşılanmamış, işlənməmiş, lif halına salınmamış. Bizdən həmin sözü məcazi mənada işlətmək tələb olunur. Baxın, xam heyvan deyə bilərsən. Xam heyvan nədir? Əhilləşməmiş heyvan. Xam torpaq deyə bilərsən. Bu əkilməmiş, əkinə düşməmiş torpaq haqqındadır. Sonra xam öz təbii halında olan əridilməmiş mənasında, məsələn, xam piy və xam quyruq ifadəsi var. Lüğətimizə əsasən danışıram bu arada, özümdən demirəm. Sonra xam sözü dəri sözünə aid edilə bilər. Aşıya qoyulmamış, aşılanmamış, işlənməmiş mənasında. Sonra xam sözü çiy bişməmiş mənasında xam ət mənası var. Bunlar hələ ki həqiqidir. Amma bir məqamda bu söz məcazi ola bilir. Məsələn, xam adam. Lüğətdə siz bunu müşahidə edə bilərsiniz. Bəs xam adam kimə deyilir xam? Məcazi mənasının izahını istəyir. Yaza bilərik. Xam adam kimə deyilir? Yetkin olmayan, təcrübəsi olmayan, puxtələşməmiş, hazırlıqsız, vərdişsiz adama, yəni təcrübəsiz adama xam adam deyilir. Siz dediyim sözlərdən birini bura yaza bilərsiniz. Məsələn, izahına təcrübəsiz də yaza bilərsiniz. Belə.